Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif riyaziyyat işlevlərinin ikinci hissəsindəki tapşırıqları sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 49-dayıq. Mövzumuzun adı həcm. Birdə deyir, saymaqla vahid kublardan düzəldilmiş fiqurların həcmini tapın. Sayaraq tapacaq, yəni neçə kub varsa o qədər də həcmi o qədərdir deməli. Ən hündürü burada 3 kub hündürlüyündədir. Bura 3 kimi baxsaq, bunlar 2 kub hündürlüyündədir. 2 dənədir. Digərləri də 1 kub hündürlüyündədir. Deməli, 2-ni 2-yə vurarıq 4. 3 dənə də 1 oldu 3. 4-ün üstünə 3 7. Bu da 3 oldu 10. Bunlar yenə 3 kub hündürlüyündədir. 2 kub hündürlüyündə bir dənədir. Qalanları da 1 kub hündürlüyündədir. 1, 2, 3, 4, 5 dənə. 5 dənə 1. 3-ü 2-yə vurarıq bunları tapmaq üçün. 6. Üstünə 2 gələrik 8. Burada da 5 var idi. 8-in üstünə 5 gələrik 13. Bunu sayaq. Bunlar yenə 3 kub hündürlüyündə olanlar 3 dənə, 4 dənədir. Burada 3 kub hündürlüyündədir. Bunlar 2 kub hündürlüyündədir. 3 dənədir. Bir dənə də 1 kub hündürlüyündədir. Ona görə 3-ü 4-ə vururuq 12. 2-ni 3-ə vururuq 6. 12-nin üstünə 6 18. Burada da 1-i var. O da olur 19. Bura baxaq. 3 kub hündürlüyündə olanlar 2 dənədir. Digər qalanları hamısı 2 kub hündürlüyündədir və neçə dənədir? Sayaq 1, 2, 3, 4, 5, 6 dənə 2 kub hündürlüyündə var. 6-nı 2-yə vursaq 12. 3-ü də 2-yə vurarıq 6. 12-nin də üstünə 6 gələrik 18. 2-də deyir, düsturdan istifadə etməklə düzbucaqlı paralelipipedlərin həcminin neçə vahid kub olduğunu tap. Düsturumuz nə idi? Deməli, həcm bərabərdir. Uzunluq n və hündürlüyü bir-birinə vururduq. 3 ölçünü bir-birinə vururduq. Deməli, burada baxırıq ki, n-ində 2 dənədir. 2 kub var. Hündürlüyə doğru 3 dənədir. Uzunluğu da 3'dür. 2 vurulsun 3, vurulsun 3. 2'nin 3'e 6, 6'nın da 3'e 18. Burada n-ində yenə 2'dir. Hündürlüyündə yenə 2'dir. Uzunluğunda 4 kub var. Bunda 4'ə vuruq. 2'ni 2'yə 8. 2'ni 2'yə 4. 4'ü də 4'ə 16. Bura baxaq. Eni 2'dir. Bu şəkildə. Hündürlüyün sayaq 1, 2, 3, 4, 5. 2 vur 5. Deməli, uzunluğu da yenə 2'dir. Bu şəkildə yenə 2'dir. 2'ni 2'yə 4. 4'ü də 5'ə 20. Burada eni 4'dür. 4 vurulsun. Hündürlüyü də 4'dür. Uzunluğuna baxaq. Uzunluğu da 4'dür. 1, 2, 3, 4. 3 dənə 4. 4'ü 4'ə 16. 16'ını da 4'ə vuranda 64 eləyir. Verilən fiqurları düzbucaqlı paralelipipedlə tamamlamaq üçün lazım olan vahid kubların sayını tap. Deməli, əvvəlcə bunun vahid olması üçün nə qədər olmalıdır? Onu tapaq. 2 eni var. 2 vurulsun. Hündürlüyü də 2'dir. 2. Uzunluğu da 3 kub uzunluğundadır. Deməli, 2'ni 2'yə 4, 4'ü 3'ə 12. 12 kub olmalıdır. Amma neçə dənədir? 12'dən çıxırıq buradakı kubları. 2. Bunun altında da 2, 4, 6, 8. Burada 8 dənə kub var. Deməli, 12'dən 8 çıxıb tapırıq ki, 4 dənə lazımdır. Buranı tapaq. Eni 3'dür. 3 vurulsun. Deməli, uzunluğu da 2'dir. Hündürlüyü 4'dür. 3'ü 2'yə 6, 6'nın 4'ə 24. 24 olmalıdır, amma burada neçə dənədir? Sayaq 2, 4, 6, 7, 8, 9. 24'dən 9 çıxıb tapırıq ki, 15 dənə lazımdır. Bura baxırıq. Eni 3'dür, uzunluğu da 3'dür, hündürlüyü də 3'dür. 1, 2, 3. 3 dənə 3'ü vururuq. 3'ü 3'ə 9, 9 da 3'ə 27. İndi 27'dən çıxacaq buradakı kubların sayını. Aşağı doludur. 3'ü 3'ə vurub aşağı hissəni tapırıq ki, 9 dənə kub aşağıdadır. 3 dənə kub ikinci mərtəbədədir. 9'un üstünə 3 gəlsək, eləyir 12. Bir dənə də yuxarıdadır. 12'nin də üstünə 1 gəlsək 13. 13 dənə var. 27'dən 13 çıxıb tapırıq ki, 14 dənə lazımdır. Burada n 3'dür. Uzunluq, yəni bu şəkildə 2'dir.
Hündürlüğü də 1, 2, 3, 4'dür. 3 vurulsun 2, vurulsun 4. 3'ü 2'ye 6, 6'nın 4'e 24 olmalıdır. Burada isə neçə dənədir? 4 belədir. 5, 6, 7 dənə var. 24'dən 7'ni çıxıb tapırıq ki, 17 dənə lazımdır. 4'də deyir ki, iki düzbucaqlı paralelepipede ayırmaqla vahid kublardan düzəldilmiş fiqurun həcmini tapın. 2 yerə ayırmalıyıq. Məsələn, bunu bu şəkildə ayıracaq. Bu hissəni tapmaq üçün deməli 3 dənə 1'dir. Həm hündür, yox. Eni 2'dir. Hündürlüyü 1'dir. Uzunluğu 2'dir. Deməli, buranı tapmaq üçün əslində vurmağa ehtiyac yoxdur. Saymaqla buranı tapmaq olar. Burada baxan kimi görünür ki, 4 vahid kub var. Buranı tapaq. Deməli, eni 2, hündürlüyü 3, uzunluğu da 2. 2, 3'e 6, 6'ın 2, 12. 12'nin də üstünə buranı gəlirik, 4'ü gəlirik. Eləyir 16. Bura oldu 16 kub metr. Həcm kubla göstərilir. Çünki 3 dənə ölçü var. En, uzunluq və hündürlük. İndi bunu da bu şəkildə ayırarıq. Əvvəlcə buranı hesablayaq. Bura deməli eni 2'dir. Yəni bu şəkildə. Uzunluğu 4'dür bu şəkildə. Hündürlüyü də 2'dir. 2'ni 4'e 8, 8'i 2'ye 16. Digərini tapmaq üçün en yenə 2'dir. Vurulsun. Uzunluq 3'dür. Vurulsun. Hündürlük də 3'dür. 2'ni 3'e 6, 6'nı 3'e 18. 16 ilə də 18'i toplayıb hamısını birlikdə taparıq ki, bu da eləyir 34 kub santimetr. Digərini yine bu şəkildə ayıracaq. Burada hər bir ölçü en, uzunluq, hündürlük 2'dir. 3 dənə 2'ni vurarıq. 2'ni 2'ye 4, 4'ü 2'ye 8. Digərində en 2'dir. Uzunluq da 2'dir. Hündürlüğü 1, 2, 3, 4'dür. 2'ni 2'ye 4, 4'ü 4'e 16. Və bunları da toplayıb birlikdə həcmini tapırıq. Bu da eləyir 24. Burada ölçü millimetrdir. Bizdə millimetr, kub millimetr yazırıq. Bunu bu şəkildə ayıraq. Buranı tapaq. Hündürlük 4'dür. Vurulsun en 2'dir. Uzunluq da 2'dir. 4'ü 2'ye 8, 8'i 2'ye 16. Digərində eni 2'dir. Vurulsun. Bu şəkildə uzunluğu 3'dür. Hündürlüğü yenə 4'dür. 2'ni 3'e 6, 6'nın 4'e 24. Və bunları birlikdə tapaq. 16 ilə 24'ü toplayanda eləyir 40. 40 kub desimetr. Keçirik səhifə 50-yə. Düzbucaqlı paralelipipedlərin həcmini tapın. Hər bir tərəfi verilib. Biz vurma ilə tapacağıq. Deməli 2 vurulsun 5 vurulsun 1. 2'ni 5'e 10, onu da 1'e 10. 10 kub santimetr. Burada 4 vurulsun 7 vurulsun 2. 4'ü 2'ye vurarıq əvvəlcə 8, 8'də 7'ye vurarıq 56 kub metr. Burada 4 vurulsun 4 vurulsun 3. 4'ü 4'e 16, 16'ın 3'e 48 kub desimetr. Burada 3 vurulsun 2 vurulsun 6. 3, 2, 6, 6'nın 6'ya 36. Burada millimetrdendir. Biz de kub millimetr yazırıq. Altıda deyir düzbucaqlı paralelipipedlərin verilməyən tillərinin uzunluğunu xəttkeşlə ölçüb yaz. Onların həcmini hesabla. Deməli, xəttkeşlə ölçürsüz. Ölçəndə görürük ki, bura 3 santimetrdir, bura 1 santimetrdir. Və həcmini hesablamaq üçün 3'ü 1'ə vurarıq. 1, 1'i də 1'ə vurarıq 3. Yəni 3 kub santimetr. Buranı ölçəndə isə bura 35 millimetr eləyir. Bura 15 millimetr eləyir. 15'i 8'e vuraq. Eləyər 120. 120'ni də 35'e vuraq. Burada vuraq. Sonra silərəm. Deməli 16. 6, 3. Toplasaq 0, 12, 4. 0,1'in yazmamışdıq. Onu da gətiririk. Deməli cavab eləyir 4200 kub millimetr. Axırıncıda ölçəndə görürük ki, burada 2'dir, burada 2'dir.
2'ni 2'ye 4, 4'ü də 2'ye 8 edir. 8 kub santimetr oldu. 7'də deyir düzbucaqlı paralelipipedlərin həcminə və 2 tilinin uzunluğuna əsasən verilməyən tilinin uzunluğunu tap. Deməli, ikisini verib, həcmində verib. Biz 32'ni deməli böləcəyik 4 ilə 2'nin hasilinə. 4-dən 8'in hasilinə daha doğrusu. 4'ü 8'ə vuranda 32 edir. 32'ni də 32'yə böləndə 1 eləyir. Deməli, bura 1 santimetrdir. Digərində 48'i bölürük 3 ilə 2'nin hasilinə. 3'ü 2'yə vuranda 6, 48'i 6'ya vuranda böləndə 8. Bura eləyir 8 metr deməli. Burada santimetrlə verilib. Bunu da biz santimetrə çevirərik. Bu 5 santimetrdir. Deməli 60'ı bölərik 5 ilə 3'ün hasilinə. 5'i 3'ə vuranda 15 eləyir. 60'ı 15'ə böləndə 4 eləyir. 4 santimetr. Digərində millimetrlə verib. Burada 5'də 1 santimetr. Bunu millimetrə çevirsək 1 santimetr 10 millimetr olduğuna görə onun 5'də 1'ini tapırıq. Onun 5'də 1'i onu 5'ə bölüb 1'ə vuruq və edir 2. Yəni bura 2'dir. İndi biz 72'ni böləcəyik 9 ilə 2'nin hasilinə. 9'u 2'yə vuranda 18, 72'ni 18'ə böləndə 4 eləyir. 4 millimetr. 8'də deyir Samir oturacaqlar kvadrat formasında olan düzbucaqlı paralelipiped düzəltmək üçün tilinin uzunluğu 20 cm olan kublardan istifadə etdi. Bu fiqurun tillərinin uzunluğunu tap və yaz. Düzbucaqlı paralelipipedin həcmi nə qədərdir? Deməli, bir kubun tilinin uzunluğu 20-dirsə və burada 3 kub var. Deməli, biz 3'ü 20'yə vurarıq. Bu hissəni taparıq 60. Hündürlüyə doğru isə 2 dənə kub var. Ona görə 2'ni 20'yə vurub buranı taparıq 40. Eni də belə 3 dənə kub yerləşir bu şəkildə. Ona görə yenə 3'ü vurarıq 20'yə 60. Ölçülər belə oldu. Biz nə ilə tapdıq? Santimetrlə böyük ədəd olacaq. Ona görə biz bunu hər biri sıfırdan qutar desimetrə çevirərik. Deməli 6, 4 və 6. 6'ın 4'ə 24. 24'ü də 6'ya vuraq. 4, 12, 144 kub desimetr tapdıq biz. Bəli, bu da son tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.